Salam, təcili bir xəbər. Məştəqədə yerləşən psixoloji dispanserdə psixi xəstələrin üsyan etdiyi və bəzilərinin oradan qaçdığı bildirilir. Deyilənə görə hətta kimlərisə də öldürülüblər. O adamdan ki zindanda ne oldu, niye böyle felaket oldu diye soruşurlar. Mən də onlara deyirəm ki, əhvalatın baş günahkarı tapılıb. Bu da özü. Əgər prezident cənabları bir önəmli işdən yayındısa, bu onun diqqətsizliyindən deyildi, idarəçilik zəifliyindən də yox. Bu mənim ucbatımdan oldu. Təbii ki, mənim də heç bir günahım yoxdur. O zindanlarda nə gəlib getdiyi mənə neynir axı? Mənim başım da dünya sülhünü bərpa etməyə qarışmışdı. Prezident yoldaşla birgə. Yaxşı, cənab prezident, pişiyin quyruğu diqqətinizi çəkməkdənsə, kaş xalqın sözü diqqətinizi çəkəydi.